Hamıya salamlar dostlar, mən İsmail. Bugün sizlərlə onlayn ticarətinizdə, onlayn mağazalarınızda və yaxud fiziki mağazanız olsa da qismən işinizin içərisində onlayn olaraq reklamlara pul xərcləyirsinizsə, istər TikTok, istər Google, istər Meta reklamlarına ki, adətən Azərbaycanda daha çox Meta, yəni Facebook və Instagram reklamlarına daha çox pul xərclənir. Bununla bağlı sizə çox maraqlı bir formul paylaşacağam. Əslində indiki zamanda biznes sahibi olanların, daha çox işini onlayn şəkildə idarə edən insanların ən böyük problemi rəqəmləri görə bilməməsidir və bunları izləyə bilməməsidir. Bu rəqəmlər nələrdir? Ümumiyyətlə bunun içərisində bir çox metrikalar var. Çünki indiki zamanda artıq ticarət daha rəqəmlərlə idarə olunan bir modeldə var olan bir şeydir. Əvvəllər bazarda o qədər boşluq var idi ki, nə gətirsək sata bilirdi. Bizə lazım olan sadəcə oradan insanların keçməsi idi. Amma artıq indiki dövrdə 2026-da insanlar istədiyi şeyi onlayn şəkildə ən uyğun qiymətə istənilən yerdən tapıb tədarük edə bilirlər. Artıq geriyə qalır sadəcə o insanlardan bizim fərqlənməyimiz üçün maksimum marketinq və maksimum şəkildə tracking. Yəni bu tracking dediyimiz şey rəqəmləri izləmə tərəfidir. Və bəzən onlayn şəkildə biznes idarə edən insanların yaşadığı ən böyük problemlərdən birisi də həqiqətən satdığı şeyin ona pul qazandırıb qazanmadığını bilməməsidir. Yəni bunu görə bilmir. Ona görə sizə paylaşacağım bu cədvəl hal-hazırda biz özümüz də yəni istifadə edirik ki, hal-hazırda daha çox biz öz yazılımlarımız var. Artıq öz yazılımlarımızla bunu davam etdiririk, amma bugünkü gündə əgər çox büdcəniz yoxdursa, sadəcə siz əgər Excel-lə və yaxud Google Sheet-lə izləmək istəyirsinizsə, bunu sizə ən primitiv yoldan izah edəcəm. Google Sheet üzərində indi hal-hazırda mən sizə ekranı paylaşıram. Hal-hazırda burada gördüyünüz metrikalar bizə örnək şəkildə göndərilmiş bir mağazanın metrikalardır. Əslində bu metrikaları özümüz onlardan çıxartdıq, tək-tək baxa-baxa, soruşa-soruşa. İlk başda bu gördüyünüz rəqəmlər sizi yəni qarışıq gələ bilər. Ancaq mən bunu sizə qarışıq olmasın deyə tək-tək nə olduğunu izah edəcəm. Amma hər şeydən öncə onu sizə demək istəyirəm ki, vatalitasiya deyə bir termin var. Bu vatalitasiya nədir? Ümumiyyətlə biz borsada da, hissə sənədlərində də, ümumiyyətlə istənilən kripto birjalarında belə baxdığımız zaman bir rəqəmlərin və yaxud o piyasanın hərəkətlərinə yaxından baxsaq, gün ərzində, saatlıq olaraq baxsaq, biz tez-tez qrafiklərdə sürətli dəyişimlər görəcəyik, qalxışlar, düşüşlər və həqiqətən bu qalxırmı, düşürmü, bunu nə olduğunu bəzən kəstirə bilmirik. Əslində bizim iş modelimizin içərisində də eyni bir şey var. Yəni bütün ticarətdə bu şey var. Gün ərzində bizim sifariş saatlarındakı sifarişlərimiz və yaxud həftənin gün ərzində olan dəyişimlər və yaxud ayın həftələrindəki dalğalanmalar və yaxud il içərisindəki rüblük və yaxud aylıq dəyişimlər bizə çox fərqli rəqəmlər oxuya bilər. Əslində əsas məsələ bu geniş aspektdə buna baxıb ona görə dəyərləndirməkdir. Steve Jobs belə hər zaman analizi gələcəyə yönlü deyil, keçmişə yönlü aparıbdır. Ona görə ticarətinizdə hər zaman dataları izləyin ki, sizin keçmişə yönəlik analiz apara biləcəyiniz bir məlumat olsun. Yəni nöqtələri birləşdirin. Həqiqətən mənim qazancım, mənim xərcləmələrim, mənim marjalarım, mənim komissiyalarım və yaxud reklam başına xərclədiyim mənə dönüşümü olan dövriyyələrim nəyə doğru gedir. Ona görə hər zaman datalarınızı izləyin dostlar. Datalar sizin üçün hər zaman önəmli olacaq. İndi burada ən təməl şəkildə bizə örnək paylaşılan bu mağazada necə nəticələr var, bunu sizə izah edeyim. Gəlin burada tək-tək başlayaq, ilk gündən başlayaq. Məsəl üçün aprelin 4-cü ayın 6-sı bir burada metrika paylaşılıb. Toplamda burada nə qədər sıra var? 18, 17 dənə toplam burada metrika var. Və 17 metrikada baxaq görək bunlar nələrdir. Mən sizə bunları tək-tək ən bəsit dildə izah etməyə çalışacağam. Bu mağaza %100 onlayn şəkildə fəaliyyət göstərən mağazadır. Hər hansısa fiziki bir satış nöqtəsi yoxdur. Sadəcə məhsullar saxladıqları xırda bir anbar var. Orada da yəni 10-15% oranda yəni insanlar gəlib götürür, bəlkə də daha az, amma əsasən onlayn şəkildədir satışların hamısı. Yəni gəlib götürənlər belə sifariş eləmiş insanlardır. Yəni demək olar ki, %100 onlayn satışlardır. Burada məsəl üçün 182 manat reklama pul xərclənibdir. Bəli, bu Azərbaycan üçün biraz böyük bir məbləğ ola bilər. Ancaq biz özümüz
hardasa öz biznesimizdən danışıram. Fevral ayında bir günə 3000 manat ətrafında Türkiyə bazarı üçün, Türkiyə bazarında bizim bir markamız var, özümüz istehsal etdiyimiz məhsullardır. 3000 manat ətrafında bir gün ərzində bir pul xərcləmişdik və mütəmadi olaraq günlük 600-700 manat ətrafında büdcə xərclədiyimiz zamanlar olubdu. Azərbaycan üçün də bu əslində pis olmayan orta rəqəmlərdə bir məbləğdir əslində. Ancaq Azərbaycanda hal-hazırda rəqabət sayı aşağı olduğu üçün bazarda çox adam meta reklamları ilə satışlar eləmədiyi üçün ona görə burada trafik maliyyəti çox aşağıdır. Amma böyük ehtimalla bu videonu izləyən sahibkarlar bugünkü gündə reklama pul xərcləyirlər və bəzən onlara nəticə vermədiyini düşünürlər. Ona görə bu video və buradakı metrikalar sizə çox faydalı olacaq. Ona görə hər zaman rəqəmlərə baxın. Hər zaman ağıldan baxmaq lazım deyil. Ona görə həftəlik və aylıq olaraq xərclədiyiniz məbləğlərdən nə qədər satış aldığınızı tək-tək rəqəmlərlə baxmalısınız. Örnek verirəm, 182 manatlıq bir büdcə xərclənibdir və 1164 manatlıq bir satış olubdur. Bu, dostlar, bu arada əvvəlki cədvəlin birinci gündür. Sadəcə rəqəmlər sizin fokusunuzu pozmasın deyə mən ilk bir günü göstərirəm. Və bu markada hardasa yanvar ayında falan qurulmuş bir markadır. Bu mağazanın fiks xərci, günlük fiks xərci 350 manatdır. Baxın, buradakı bu sıra boyunca bütün metrikalar bir günün metrikası olacaq. Yəni burada gördüyünüz üzrə zaten bir həftəlik bir period var və ilk gündə 182 manatlıq bir pul xərclənibdir. 1164 manatlıq satış olubdu və 350 manatlıq fiks xərc var. Dostlar, bu fiks xərc nədir? Bu əslində reklam, məhsulun mayası falan deyil. Bu həmin mağazanın mənim bu biznesim varkən belə mənim aylıq xərcim, günlük xərcim nədirsə odur. Məsələn, mənim işçim var, DSMF verirəm və yaxud mən KAPS post terminalını ödəniş edirəm və yaxud mühasibini ödəniş edirəm. Bunlar fiks xərclərdir. Yəni aşağı yuxarı bu mağazanın bir günlük fiks xərci ortalama 350 manata düşür. Bu da hardasa ayın tamamında 1050 manat kimi bir məbləğ eləyir. Yəni 10500 manat bir məbləğ eləyir, səhv etmirəmsə. Yəni 10000 manat ətrafında bir fiks xərci var bu mağazanın. Deməli burada bunun içərisində kreditlər də ola bilər. Bunun içərisində dediyim kimi, yəni işçilərin fiks maaşları, DSMF-lər və s. kimi şeylər də ola bilər. Burada bonus, reklam, məhsulun mayası, dəyişən xərclər, bunların heç bir daxil deyil. Dediyim kimi, mən bu biznesdən satış eləməsəm belə məndən çıxacaq xərclərdir. Arenda və s. və s. və s. Burada bir məbləğ var, dostlar, kassaya giriş. Burada ümumiyyətlə Azərbaycanda biznes sahiblərinin heç baxmadığı bir metrikadır bu. Cash flow deyilir buna. Yəni nağd pul axını. Bu biznes təbii ki, yəni artıq 4 aydır fəaliyyət göstərən bir biznes olduğu üçün burada 1164 manatlıq satış olub. Deyə bilərsiniz ki, necə olur ki, burada 105%-dir. Yəni satışdan daha çox kassaya pul girir. Dostlar, bu bir öncəki günlərdə gecikən ödəmələrin bu günə, yəni ayın 6-sına yansıyan məbləğidir. Və burada bu o deməkdir ki, əgər sizin biznesiniz 90%-in, 95%-in üzərində, ən az heç olmasa 80-85%-in üzərində bir nağd pul axını oranlarınız varsa, bu çox möhtəşəm bir orandır. Deyə bilərsiniz ki, bunu necə hesablayırıq biz? Təbii ki, bu metrikalar hər gün əməkdaşlar tərəfində girilir, sistemə girilir. Yəni məsəl üçün bugün baxırlar ki, əməkdaşlar nə qədər xərcləmişik, nə qədər satış olub. Fiks xərc zaten standartdır. Bu cədvələ standart şəkildə girilir. Bugün kassaya nə qədər pul giribdir? Nağd olaraq və yaxud kartla bizim bugün kassaya nə qədər pul giribsə, bunlar yazılır. Buradakı 105% isə artıq tək-tək hesablanmır. Excel'in, yəni bu Google Sheet-in içərisində bir formul var. Bu cədvəli istəsəniz mən sizə paylaşaram kommentdə və yaxud description açıqlama bölümündə mən sizə paylaşaram. Burada məsəl üçün sizin əgər bunun nisbətinə bölsək, yəni bu bizim hal-hazırki kassa giriş məbləğinin satışa nisbətində bizə bu oran çıxmış olur. Bunu da faizə çevirirsiniz verilərdən. Zaten mən sizə bunu paylaşacağam. Həmin gün üçün nə qədər sifariş olunubdur? Yəni bu həmin gün üçün 16 ədəd məhsul satılıbdır. Toplam 18 dənə məhsul gedibdir. Bu necə olur? Yəni deməli bir müştəri ən az 2 dənə və yaxud 3 dənə məhsul aldı deməlidir. Yəni bu diqqət etdinizsə bizim sifariş
sayısını, daha doğrusu sifariş məbləğini artıran bir şeydir. Bu metrikaları belə izləmək çox önəmlidir. Bilirsiniz nəyə görə? Baxın, siz kampanyalar keçirəndə, məsəl üçün məhsulunuzda bəzi endirimlər həyata keçirəndə, üçlü, dördlü alışlara endirimlər tətbiq edəndə sizin avtomatik olaraq səfər tutarı saylarınız artmağa başlayır. Və bu o deməkdir ki, siz bir müştəriyə 30 manatlıq bir məhsul sata bilərsiniz, bir məhsul. Amma siz yanında 2-3 məhsulla birlikdə 50 manata satsanız, ola bilər siz bəlkə az qazanarsınız toplam marj olaraq, amma məbləğ olaraq əmin olun ki, çox qazanacaqsınız və acquisition olaraq az xərcin olacaq. İndi acquisition barədə mən məlumat verəcəm. Azərbaycanda onlayn ticarətlə məşğul olan insanların bir digər bilməli olduğu ən önəmli metrikalardan birisidir. Siz ümumiyyətlə periodik olaraq analiz edə bilərsiniz ki, mən set şəklində məhsulların sayısını artırdıqca mənim əgər karım və yaxud məbləğlərim, dövriyyələrim artırmır, artmır, bu sizə lazım olacaq bir məsələdir. Hətta fikir versəz, Azərbaycanda çoxu restoran, kafe, publar ümumiyyətlə reklamlarda qarşımıza hər zaman setlərlə çıxır qarşımıza. Məsələn, qəlyan setləri və s. Publarda pivə setləri ilə qarşımıza çıxırlar. Nəyə görə? Çünki insanlar bəzən o tip yerlərdə nə alacağını bilmir və yaxud təklifin net olduğunu bilmir. Ona görə maksimum dərəcədə mağazalarınızda və yaxud sosial mediada təkliflərinizi daha yığcam və set halında verməyiniz belə sizin sifarişlərinizə çox ciddi şəkildə təsir edəcək şeydir ki, bunu biz də eləyirik. Gəldik indi acquisition məsələsinə. Cost per acquisition. İngilis dilində, yəni hər edinim üçün xərclədiyimiz maliyyət. Yəni mən bu satışı eləmək üçün, bu bir müştərini əldə eləmək üçün nə qədər pul xərcləyirəm. Bu metrika dostlar, bu da formulla hesablanır. Necə formulla hesablanır? Mən burada mənim həmin günkü reklam xərcimi mən həmin gün aldığım sifariş sayısına bölürəm və ortaya belə bir şey çıxır ki, mən bir dənə müştəriyə məhsul satmaq üçün 11 manat 39 qəpik pul xərcləmişəm deməkdir. Mənim artıq həmin günkü satdığım bəs məbləğin olub hər müştəri başına. Bu da average order value demək dostlar. Yəni mənim hər müştəri başına satdığım məbləğ deməkdir. Yəni məsəl üçün burada dediyim kimi necə ki reklam xərcini biz böldük burada sifariş sayısına. Burada da eyni şəkildə biz satışımızı bizim toplam sifariş sayısına böləndə bizim average order value termini ortaya çıxır. AOV deyə bilərsiniz. Ortalama səpət tutar deyə bilərsiniz. Ortalama satdığım məhsulun qiyməti deyə bilərik. Deməli bu günləri biz hər 16 nəfərin ortalaması 72 manatdır. Yəni hamısı ortalama 72 manatlıq məhsul olub. Biri ola bilər 150 manatlıq məhsul olub, biri ola bilər 20 manatlıq məhsul olub, amma totalda həmin gün üçün mənim ortalama səpət tutarım 72 manatdır. Yəni bu nə demək dostlar? Mənim ortalama olaraq, yəni hər müştəriyə xərclədiyim hər 11 manatda mən 72 manat satış edirəm. Bu artıq bizə həqiqətən bir metrikadır və bir şeylər danışmağa başlayır. Yəni mən xərclədiyim hər 11 manat üçün 72 manat qazanıram. Bu hər günmü belədir? Hər gün belə deyil. Burada da artıq həftəlik ortalamaya baxılır, aylıq ortalamaya baxılır və gedişat izlənir. Təbii ki, bu metrikaları izləmək də bizim verdiyimiz təklif, məhsullara qoyduğumuz qiymətləndirmə, reklamın kontentinin gücü, yəni bunlar belə çox önəmli metrikalardır ki, mənim əgər bir videom daha çox maraq çəkirsə, o reklam maliyyətim daha aşağı olur. Əgər zəifdirsə, bu daha bahalı olur. Yəni burada həqiqətən bu şeylər çox şaxələnməyə başlayır. Burada artıq gəldik maya məsələsinə. Mənim həmin gün, bax bu mağazanın indi məsəl üçün 1164 manatlıq satış olubdu. Burada bilmirəm, yəni onları özləri təyin ediblər, necə bir oranda çıxarıblar. Yəqin ki, bunu hardasa bir neçə faiz edir bu? 15%, 16% ətrafında bunların satışlarının bir mayaları var. Bu da manual şəkildə sizin əməkdaşlar tərəfindən girilə bilər. Bu arada bir şey deyim dostlar, az əvvəl yazılım dedim. Biz buna bənzər sistemlər qururuq. Süni intellekt vasitəsilə daha bəsit formaya gətiririk. Sizin üçün onlayn şəkildə bu kataloqlar, məhsullar, kodları və bu cədvəli sizin üçün yarada bilərik. Hazırda yəni daha belə orta segmentdə hal-hazırda ticarətini bəlli bir nöqtəyə gətirmiş olan sahibkarlar varsa, onlar bizimlə əlaqəyə keçə bilərlər. Onlar üçün də hətta bir pulsuz konsultasiya, bir görüş də təyin edə bilərik. Onlarla birlikdə ümumiyyətlə detallara baxa bilərik ki, nə formada sizin üçün özəl bir sistem qurmaq olar. Burada həmin mağazanın, biznesin mayası aşağıdır və məhsulları həqiqətən yaxşı bir marjada yəni satırlar, amma həmişə dediyim kimi baxın, burada digər xərcləri nəzərə almaq lazımdır. Məsəl üçün burada fi var. Bu fi yəqin ki, çox xırda bir xərcdir. Bu filər nə olur? Məsəl üçün onlayn
ödəmə altyapısından istifadə edən mağazalar var ki, onların məsələn komissiyalar tutulur, köçürmələr tutulur və s. gözləməyən xərclər olur. Buraya təbii ki, əlavə olaraq metrikalar əlavə edilə bilər müəyyən dərəcədə. Dostlar, burada maya məsələsini qeyd edeyim. Yəni maya məsələsində təbii ki, məhsul çeşidləriniz çox olarsa, əgər Sədrəy, Abşeron kimi ticarət mərkəzlərində fəaliyyət göstərən mağazalarınız varsa, ola bilər ki, sizin biraz çeşidləriniz çox olsa, ona görə ya manual bunu bir əməkdaşınız girməlidir tək-tək, maya hesablanıb bura girməlidir, ya da bir sizin üçün bir sistem olmalıdır, ondan davam edə bilərsiniz. ROAS, Return of Advertising Spend deməkdir. Ad spend də demək olar. Yəni sizin xərclədiyiniz hər reklamdakı $1 sizə dönüşmür. Yəni mən hər xərclədiyim $1 üçün ya da 1 manat üçün fərq eləməz. Mən 6.4 qatı, yəni harca 6 qatını mənə qayıtmış olur. Bu da bizim üçün o deməkdir ki, zaten burada da görsənir. Yəni 182 manat bizim elə bir ki, daha doğrusu 1164 manat bu reklam xərcləməsinin 6.4 qatıdır bir növ. Bunda yəni baxın burada nisbətdə hesablanıb, yəni buna bölünübdür, bu formada çıxıbdır. AOV dedim az əvvəl, yəni həmin günkü sizin səbət tutarınız. Bu çox önəmlidir dostlar. Yəni bəzi təkliflər var ki, sizin bazarda çox maraqlı olmaya bilər insanlara. Məsəl üçün siz kosmetik vasitələr satırsınız, sizin satdığınız məhsulların qiyməti 5 manat, 6 manat dəyərindədir. 5-6 manatlıq məhsulları adətən onlayn şəkildə satışlarını mən çox təcrübə edinməmişəm. Mən adətən həmişə bahalı məhsullar satmışam. Mən onu bilirəm ki, bu məhsulları adətən birləşdirib bir qutu ki, adətən 5 manatlıq məhsulun bəzən 50 qəpik, 20 qəpik, 30 qəpik, 1 manat maksimum maliyyəti olur. Mən o 5 manatlıq məhsulu tək satmaqdansa bir bundle set yaradardım, yəni bir set yaradardım. O setin içərisində mən 20-30 manat dəyərində bir setə toparlayardım və maksimum oradakı mənim maliyyətim 5-6 manat ətrafında olardı. Amma həqiqətən təklif güclü olardı. Mənim o 35 manatlıq satış qiymətimdə, mənim 7-8 manat bir maliyyətimdə harca 27-28 manatlıq bir kar belə deyim də məsafəsi buraxmış olardım ki, mən o karın içərisindən heç olmasa bir 7-8 manat və yaxud 10 manat reklama xərcləyə bilim ki, qalanı mənə təmiz xeyir olaraq qalsın. Sonra nə edərdim? Bu sayını artırmağa çalışardım ki, artıq fiks xərclərimi və s. digər xərcləri qarşılaya bilim ki, mən totalda bir profitə gəlib çıxa bilim. Profit. Zaten indi o tərəfinə gəldik. Burada ümumi profit olaraq mən burada elə bir ki 3 dənə cədvəldə profit yeri ayırmışam. Təbii ki, buradakı metrikaları yenildirəm. Biznesdən biznesə, yəni hər iş modelinə görə dəyişir. Adətən mənim dediyim model ən bəsit, yəni fiziki şəkildə pərakəndə məhsul satan mağazalara aid olan modeldir. Yəni topdan şəkildə və ya istehsalatlar üçün çox dəyişkən metrikalarda ortaya çıxa bilər. Burada bir ümumi profit var. Burada bir brüt profit var. Bir də net profit var. Brüt profitdə deməli biz nəyi hesablamışıq dostlar? Brüt profit, üzr istəyirəm, ümumi profit nədir? Biz deməli toplam satışdan xərcləməni çıxmışıq, reklam xərcini çıxmışıq. Ondan sonra buradan fiyləri çıxmışıq. Deməli başqa nə çıxmışıq burada? Burada məhsulun mayasını, bir də məhsulun mayasını çıxmışıq. Burada sadəcə baxın, fiks xərci çıxmamışıq. Nəyə görə? Çünki mən baxıram ki, həmin gün üçün mənim satışımın məsələn 1164 manatlıq satışımdan mən məhsulumun maliyyətini çıxanda, reklam xərclərimi çıxanda, həmin günkü komissiyalarımı və s. bunları çıxanda mənə həmin gün nə qədər profit qalıb deməkdir. Ondan sonra gəlib brüt profit. Biz nəyə görə? Baxın, burada fiks xərci qoymamışam. Çünki fiks xərc dəyişən bir şey olar. Hansısa bir kreditiniz bağlana bilər və yaxud bir əməkdaşınız işdən çıxa bilər və yaxud arta bilər. Ona görə burada ümumi profit olaraq mən bunu qeydə almışam bura. Brüt profitdə artıq fiks xərci də çıxaram buradan dostlar. Yəni artıq həmin gün üçün mənim brüt olaraq qazandığım pul nədir? Yəni mən burada işçiliklərimi də, maaşları falan da çıxsam, mənim həmin gün konkret olaraq kağız üstündə 439 manat 49 qəpik təmiz qazancım oldu. Və burada net profit də var dostlar. Net profit nədir? Net profitdən çoxdur, amma baxın burada bir məsələ var. Xatırlayırsınızsa kassaya girişdə bizim satışdan çox idi. Bizim net profitdə də artıq biz baxın, satış qiymətindən deyil. Biz kassaya girən məbləğ üzərinə hesablamışıq. Bu bilirsiz nə demək dostlar? Real, kağız və yaxud mənim kartımda, hesabımda olan o gün ərzində
Mənim bütün xərclərimi çıxandan sonra mənim hesabımda qalan puldur. Bu ən realistik qazancı hesablama metodu dostlar. Bizim satış üzərindən deyil, kassaya giriş üzərindən. Çünki çoxu ticarət, onlayn ticarətlə məşğul olan sahibkarların ən böyük problemlərindən birisi bilirsiniz nə deyir özünə? Bu pul hardadır? Yəni satış eləyir, dövriyyələr eləyir, yəni pul hardadır? Yoxdur, bilmir. Çünki bu bəzi metrikaları görmür. Yəni əgər burada belə deyim də, yəni ilahi bir durum yoxdursa və yaxud magiya yoxdursa, yəni bu pul faktiki olaraq bir yerdə olmalıdır və ya bir yerə xərclənib deməkdir. Ona görə buna diqqət etmək lazımdır. Və burada dostlar bir şey qeyd edeyim. Burada dəyişən xərclər əlavə oluna bilər. Dəyişən xərclər nədir? Yəni həmin şəxs artıq özü başqa şeylər üçün istifadə eləyir, şəxsi xərclər üçün istifadə eləyir. O günkü atıram istifadə etdiyiniz əlavə xərclər olarsa, onlar üçün də ayrı bir bölüm yaradılıb əlavə oluna bilər. Mənim dediyim burada konkret bir uzaqdan idarə olunan, işçiləri olan, üstündən sadəcə belə deyim də, yəni öz şəxsi xərcləri istifadə olunmamış bir iş modelidir. Hətta belə bir şey də qeyd edeyim, bu əgər onda zorlansanız, siz o xərcləri fiks xərcin içərisinə əlavə edə bilərsiniz. Əgər sizin aylıq 1000 manat gözlənməyən xərclər varsa, bilirsiniz ki, 3 aşağı 5 yuxarı 1000 manat xərci çıxır. Bunu günlük 30 manat kimi fiks xərcinizin üzərinə əlavə edib daha rahat hesablama metodunu apara bilərsiniz. Burada margin var dostlar. Son 2 metrikaya gəldik. Margin nədir burada? Margin o deməkdir ki, dostlar, bir saniyə baxın burada nəyə qeyd eləmişik. Bizim satışımızın bizim ümumi profitimizə olan nisbəti deməkdir. Daha doğrusu faizi deməkdir. Yəni mənim ümumi profitim mənim həmin günkü, yəni satışımın neçə faizdir? Yəni mənim ümumi marjinim nədir? Hansı marja ilə mən satıram? Bu marjanın içərisində də yəni həqiqətən karlı bir marj. Çünki ümumi profitdə yəni biz reklam xərcləri və s. də burada çıxılıbdır və həqiqətən də yaxşı bir marj olduğunu görürük. Və reklam ROI-si dostlar, bu da çox maraqlı datalardan birisidir. Reklam ROI-si o deməkdir ki, mənim xərclədiyim büdcəyə görə, məsəl üçün mən 182 manat xərcləmişəm. 182 manat qarşılığında mən nə qədər ümumi profit eləmişəm. Yəni ümumi profit eləmişəm, fiks xərc burada sayılmayıbdır, cash flow sayılmayıbdır. Konkret olaraq məhsulun reklamı, mayası çıxılmış formada mən xərclədiyim 182 manatdan mən 789 manat pul qazanmışam. Bu çox önəmli bir metrikadır. Yəni xərclədiyim hər 100 manata görə mən 4.3 qatını, yəni 433%-ni mən qazanıram deməkdir. İndi gələk bunun real tərəfinə. Bu hər günmü belədir? Baxaq. Bu metrikalara indi sahib olduq. Baxırıq ki, burada ortalama olaraq 182, 163, 175, 100, yəni hardasa 40-50% ətrafında büdcə azaldılıbdır. Hətta baxın burada bəzi günlər var. 95 manat satış olubdur, 235 manat satış olubdur. Yəni burada fərqindəsinizsə, buradakı rəqəmlər, satışlar hər zaman eyni olmayacaq. Ona görə nə etmək lazımdır? Hər zaman həftəlik ortalamaya baxmaq lazımdır. Baxarıq ki, bizim burada həftəlik məsəl üçün ortalama nədir? 650 manatlıq bir ortalama satışımız var. Ortalama nə xərcləyirsinizsə, əmin olun ki, elə hər həftədə o formada satış edirsiniz. Bu yavaş-yavaş böyüyən bir şeydir, yavaş-yavaş özünü göstərən bir şeydir. Yəni zaten işin içərisində olan sahibkarlar bunu çox yaxşı başa düşür ki, bəzi şeylər həqiqətən zamanla özünü göstərir. Fiks xərclər olduğu kimi qalıb burada. Məsələn, kassaya giriş. Baxın dostlar, burada bizim satışımız nə olubdu? Baxın, burada da yenə yüksəkdir, amma məsəl üçün burada düşən anlar da olubdu və yaxud heç kassaya girmədiyi bir gün də olubdu məsələn. Həmin həftəki, baxın mən hər zaman belə baxmağı tövsiyə edirəm. Həmin həftəki satışım nə olub məsəl üçün toplamda 4544 manatlıq bir satış olub, düzdür? Bəs həmin həftə kassaya girən məbləğ nə qədər olub? 5195. Hər zaman buna baxın. Həftəlik ortalama sizin satışınızın və kassaya girən nisbətinə baxın ki, bu həftə demək olar ki 100% ətrafında, yəni nə satıbsa anında deməli çatdırılır. Baxın, bu çox önəmlidir. Bəzən əgər istehsalatdadsa, özəl əl işi məhsullar satırsınızsa, bəzi məhsullarınız 3 gün, 5 gün, 1 həftə çəkə bilir onların hesabınıza gəlməyə. Amma əgər hazır stokda olan məhsullarınız varsa, burada kuryer sistemi, çatdırılma sistemi, mağaza şəbəkələşmə, sizin müştərinin sizə bu erişə bilirliyi var da, yəni o nə qədər yüksək olsa, sizin cash flow bir o qədər çox yuxarı olacaq. Məsələn, həmin həftəki ortalama, baxın, məsələn, burada nələr var? Məsələn, 10 müştərilərdən məsəl üçün 10 sifariş gəlib, 17 dənə məhsul alınıb. Deməli, bir müştəri həmin həftə 2-3 məhsullar alınıbdır. Həmin həftənin,
Baxın dostlar, bayaqları o tək rəqəmlərə baxanda necə də əslində möhtəşəm profitlər falan görsənirdi, amma burada əgər biz brüt profit olaraq baxsaq, fix xərcləri falan saysaq, hələ mən burada cash flow demirəm. Baxırıq ki, bizim yəni toplamda nə qədər deyək, 317 manatlıq bir burada xeyrimiz olub, amma cash flowlar sayəsində həmin həftə mağaza 1000 manata yaxın bir xeyir eləyibdi. Yəni toplamda 4500 manatlıq bir satışdan 1000 manatlıq bir xeyir olubdu. Maraqlı və gözəl bir əslində rəqəmlərdir. Bu da hardasa təqribi 22-23% ətrafında bir kar marjının olduğu deməkdir mağazanın. Amma hər zaman baxın, ola bilər mənfi olduğu günlər ola bilər, müsbət olduğu günlər olacaq, aşağı zəif olduğu günlər olacaq. Hər zaman həftəlik baxmaq lazımdır. Məsələn, ROAS-lar deyirdim. İlk gün 6.4 qatını satmışdıq reklam xərcləməsində, amma 6-cı günündə, yəni məsəl üçün nə qədər xərclənib? 110 manat xərclənib 95 manatlıq satış olubdu. Yəni belə hallar yaşana bilər. Bunlar çox normaldır. Bazarın hər zaman pik olduğu vaxtlarda olur, minimum dip olduğu vaxtlarda olur. Hər zaman o pik və diplər arasındakı dalğalarda belə deyim də surfing eləmək lazımdır. Həyat kimi, yəni bizim həyatımız da bu formadadır. Yəni ürək döyüntülərimizin belə deyim, yəni o ritmik görünümü o şəkildədir. Ona görə yəni məsələ burdakı o dalğalanmadan günlük qərarlar almaq lazım deyil. Hər zaman həftəlik baxmaq lazımdır və bu formada metrikalarınızı hər zaman izləmək lazımdır. Bundan sonraki kontentlərdə sizdən maksimum şəkildə sürətli və tez-tez sizlərlə birlikdə olmağa çalışacağam. Yaxın zamanlarda bəlkə seminarlar, toplantılar üzbəüz görüşlər həyata keçirdik. Əgər hansısa spesifik suallarınız olsa və yaxud hansısa ilişdiyiniz nöqtələr olsa, kommentlərdə soruşa bilərsiniz. Bizim bu formada sistemləri süni intellekt vasitəsilə yaratdığımız versiyalar var, proqramlar var. Hətta süni intellektdən chatbotlar yaradırıq, müştərilərə anlıq olaraq təmas qurmağa çalışırıq. Bununla bağlı yəqin ki, növbəti videolarda bu formada kontentlər olacaq. Ümid edirəm sizin üçün maraqlı oldu. Abunə olmağı və like atmağı unutmayın. Hələlik görüşəndək.